Əziz izləyicilərimiz, əziz şagirdlərimiz, əziz valideynlərimiz, biz bu günləri Azərbaycanımızın qonaqpərvər rayonlarından biri olan Göyçay rayonunda. Göyçay rayonunda biz bir ay, 2 ay əvvəl Bəydövür, Mırtı kəndi, müxtəlif şəhərin özündə çoxlu sayda təqaüddə olan müəllimlər çəkmişik. Bu günlərim çox gözəl bir müəllimlərimizi çəkdik və gözəl ağsaqqallarımızı, gözəl abırsəhlərimizi çəkdik. Həsən müəllimdir, o cümlədən də Almaz müəllimdir, o cümlədən Bulut müəllim kimi müəllimlər çəkmişik. Və biz sizə təqdim edəcəyim müəllim də onlardan geri qalan müəllim deyil. Kocaman, gözəl ağsaqqal, gözəl ata, gözəl baba, gözəl müəllimdir. Adınız, soyadınız? Hacıbala Güliyev. Çox gözəl. Hacıbala Güliyev. Neçə il təhsil sahəsində çalışmısınız və hansı fən tədris edirsiniz? 41 il Qaraxda kənd məktəbində fiziki tərbiyədən dərs demişəm. Hal-hazırda təqaüddəyəm. İndi hal-hazırda neçə yaşınızdır müəllim? 68 yaşım olub. Ay maşallah. O gün olsun ki, sizin 70, 80, 90, 100 yaşınızda gələk gözəl çəkiş eləyək. Mən Vüsal Kəlbəzərli və o cümlədən illərin jurnalisti olan Arzu xanım da sizin haqqında gəlib gözəl çəkiş eləsin. Kameramanımız da Etibar bəy də gəlsin, gözəl çəkiş eləsin. Nəvələriniz neçə nəvəniz var müəllim? 8 nəvəm var, 3 övladım var, bir qızım, 2 oğlum var. Sizin yolunu davam elətdirən var mı? Yoxdur, onlardan heç biri davam elətdirmir. Amma öyle nəvələrim 8-dir. Yəni 2 oğlandır. Çox gözəl. 6 dənə qız. 2025-ci il bu günlərin 4 dekabr tarixidir. Bizim çəkilişimiz vasitəsinə nəvələrinizə, nəticələrinizə öz rəsmlərə nə deyə bilərsiniz? Əvvəlcə sizin hamınıza minnətdarlığımı bildirirəm. Ona görə ki, xoş gəlmisiniz, xoş buyurmusunuz. Həmişə sizi kimi insanların harda yaxşılıq varsa, harda xoş danışıq varsa, biz onu həmişə insanlar həmişə onu vurğuludur. O cümlədən mən də indi çox istərdim ki, nəvələrim də belə deyək ki, azad, firavan, gözəl yaşasınlar həyatda. İnşallah. Bəli, hörmətli izləyicilərimiz, Çağbaş Təhsil komandası olaraq sağ ol deyirik. Hüseyn nəvəsini də danışdıraq, təbii. Adın nədir sənin? Güliyev Yusuf. Ay maşallah. Sən böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsən? Usta. Müəllim, həkim, polis, vəkil, kim olmaq istəyirsən? Usta olmaq istəyirsən. Bəli, əlbəttə ki, usta da lazımdır. Nə ustası olmaq istəyirsən? Maşın ustası. Maşın ustası. Əlbəttə ki, sənətkarımız da lazımdır. Bizim maşın ustaları maşınlarımız düzəldirlər. Bəli, hörmətli izləyicilərimiz, biz ancaq bu ailəyə bugündən sonra gözəl can sağlığı arzu edirik. Arzumuz odur ki, inşallah müəllimə 70, 75, 80, 90, 100 yaş olsun, gələk gözəl çəkiliş eləyək. Təşəkkürlər, minnətdaram, çox sağ olun. Çox sağ olun.